Məhərrəmlik ayı münasibəti ilə ölkənin müxtəlif bölgələrində dini mərasimlər keçirilir. Kərbəla şəhidlərinin əziz xatirəsi yad edilir. Bəs Məhərrəm ayının mahiyyəti nədir? Bu ay müsəlmanlara hansı mesajı verir? Bu suallara aydınlıq gətirmək üçün Kürdəmir rayon İmam Rıza məscidinin imamı Elçin Tağıyevlə həmsöhbət olduq. Elçin müəllim, Məhərrəm ayının müsəlmanlar üçün dini və mənəvi əhəmiyyəti nədən ibarətdir? İlk növbədə Məhərrəm ayının daxil olma münasibəti ilə dünya müsəlmanlarına, İmam Hüseyin sevərlərə, Əhl-i Beyti sevərlərə başsağlığı verirəm. Allah Taala eyni zamanda şəhidlərimizə rəhmət eləsin. Allah Taala şəhidlərimizin məqamını uca eləsin. Məhərrəm ayı bildiyiniz kimi İslam aləmində böyük bir faciə haqqında olan hadisədir. Peyğəmbər Əhl-i Beytinə qarşı olan bir qətliamdır. Üstündən əsrlər, illər keçməyinə baxmayaraq, hər il müsəlmanlar Həzrəti Peyğəmbərimizin əziz nəvəsi Həzrət Hüseyin üçün və Kərbəla şəhidləri üçün əzadarlıq təşkil edirlər. Təbii ki, Məhərrəmlik ayının bəzi bugünkü gündə cəmiyyət üçün faydaları var, əhəmiyyəti var. Həmin faydalardan biri də ondan ibarətdir ki, bu günlərim İmam Hüseyin əleyhissalama və Məhərrəmlik əzadarlığı məclisləri keçirilməklə İmam Hüseyin əleyhissalamın şəxsiyyəti tanıtdırılır və İmam Hüseyin əleyhissalamın məqsəd və amalları təbliğ olunur. Və İmam Hüseyin əleyhissalamın şəxsiyyəti öz şəxsiyyəti nümunədir, məqsəd və amalları da bəşəriyyət üçün lazımlı olan mənəvi həm də dini dəyərlərdir. Ona görə də bu hadisənin üstündən uzun illər keçməyinə baxmayaraq, Kərbəla hadisəsi öz əhəmiyyətini göstərməkdə davam edir. Məhərrəm mərasimlərinin keçirilməsi zamanı diqqət yetirməli olan dini və mənəvi məqamlar hansılardır? Məclisləri keçirərkən diqqət eləməyə çalışdığımız məqamlar ondan ibarətdir ki, birinci növbədə məclislər Peyğəmbərimizin ailəsinin, Kərbəla şəhidlərinin şəninə uyğun şəkildə keçirilsin. Yəni, bilirsiniz ki, bəzən belə məclislərdə xurafat və yaxud da dinə uyğun olmayan ənənələrə yol verirlər. Biz Məhərrəmlik məclislərində bu məsələlərə qarşı diqqət eləyirik ki, yəni dinimizdə olan hədislərə, Quran-ı Kərimdə olan ayələrə, dini mənbələrə müraciət eləyirik ilk növbədə. Yəni, hadisələri olduğu kimi insanlara çatdırmağa çalışırıq və hadisələrin mahiyyətini olduğu kimi insanlara çatdırmağa çalışırıq. İkinci məsələmiz də budur ki, Kərbəla hadisəsini təkcə İmam Hüseyinlə, Əhl-i Beytlə məhdudlaşdırmamağa çalışırıq. Bugünkü həyatımızda onu tətbiq eləməyə çalışırıq. Bilirsiniz ki, bizim xalqımızda çox ağrılı günlər keçib, müharibələrdən keçib, gənclərimiz şəhadətə qovuşub. Və biz də həm bu Məhərrəmlik məclislərində həm şəhidlərimizin xatirəsini eyni zamanda Kərbəla şəhidləri ilə yad eləyirik. Eyni zamanda gənclərimizə vətənpərvərlik ruhunu, şəhidlik ruhunu təbliğ eləməyə çalışırıq.